Hər vaxtınız xeyir olsun, hörmətli yoldaşlar. Hamınızı xoş gördük. Yoldaşlar, bu yeni il qabağı bir verilişim vardı. Çünki bunun araşdırılması bitəndən sonra dedim yaxşı bir veriliş eləyim. Sizin nəzərinizə bir şey çatdıracağım. Bu yaxınlarda mən bizim yəni SNG ölkələrinin səfirliklərini ziyarət elədim. Orada olan xidmətdən, sonra da Azərbaycan səfirliyinin xidmətləri ilə müqayisə eləmək. İndi verilişin sonunda Allah qoysa baxacaqsınız o verilişlərə, görəcəksiniz. Süjetlər orada hamısı məlumdur. Əvvəl nəzərinizə çatdırım ki, bu səfirliyin ətrafında olan o bazarı dağıtmaqdan ötürü, alveri korrupsiyanı daha doğrusu, mən orada bir şey çəkişlər eləmişdim. Bizim səfirlik də qalxır, məndən şikayət eləyir. Ya şikayət eləyəndə mən də məcburam onlara cavab verim. Hörmətli Rəhman müəllim, siz məndən şikayət edirsiniz. Əvvəlcə bir baxağın güzgə, ondan sonra danışalım. Bu atalar söz sizə aiddir ya, deyir meymun baxar güzgə, adın qoyar özgəyə. Gəlin özünüzdən şikayət edin də. Siz Xarici İşlər Nazirinin Elmar Məmmədyarovu nəbiabırçılıqla prezident işdən çıxartdı. Səfirlikdə sizin Emin Məhərrəmov konsuluydu, baş konsul. Gecə klubundan gələndə maşının içində, taksidə döyüldü. Nədə döyüldü bildiniz? Qızla idi, içkili vəziyyətdə taksi şoförünə qarşı naillik bunlar. Özü də harda? Kanada səfirinin qabağında, bu Starokonuşevski, belə bir periolog var orada. Bu niyə onda şikayət olunmadı? Çünki biabır oldunuz. Tezliklə cəmaət bunu gecə ilə səhərsin məmnun ediləcək, müalicə də eləməmiş göndərdilər Bakıya. Bunu qoyardıq ikinci variantına. Orada da olan o rüşvətxorluq, korrupsiyası hər göz qabağındadır. Sizə bunu gözəl bilirsiniz. Çünki siz bundan qabaq da burada işləmişsiniz, bilirsiniz. Ola bazar olur. Hələ mən o sizin o səfirliyin işçilərinin o saunalarda, hamamlarda biabırçıqlarını demirəm. O desəm biabır olarsınız. Keçək ikinci bir məsələyə. Yekaterinburgda neçə konsul dəyişdi? İlqar İskəndərovu. Elə belə bir biabırçılıqla mən orada ifşa olundu. Ondan sonra bunu çağırdılar Bakıya, əlini qandaladılar. Bu göz qabağındadır. Ondan qabaq Sultan Qasımov orada nə qədər kriminal işlər gördü, bu da göz qabağındadır. Ayda orada yığılan pullar millətdən. Sultan Qasımovun da orada bir dolyası vardı, kriminal biznes vardı orada. İndi görünür yəni, hər şey göz qabağındadır. Sonra Sultan Qasımov gəlir Sankt Peterburqa. Sankt Peterburqda da həmin o korrupsiya, o vətənə qayıdış kağızlarının satılmağı olmuşdu bir tipografiya. Paçka ilə gedir regionlara. Bunu da sizə mən sübut faktlarla demək istəyirəm. Hansı faktları mən sizə demim. O səfirlikdə nələr baş verir, bu hamıya aiddir. Çünki millətin arasındayım mən. Siz səfirlikdən bayra çıxmırsınız. Sizin əməkdaşlar da həmçinin. Amma sizin nəzərinizə çatdırım ki, həqiqətən o səfirlikdə korrupsiya, adamı allatmaq, təhqir eləmək dünyanın heç bir ölkəsində yoxdur. Yaxşısı deyirsiniz, Avropada işləmişsiniz. Avropada varmı elə bir şey? Axrana deyir ki, yəni mühafizəsi deyir ki, yapışıb qulağından ataram bayra. Yoxdur. Bağışlayın. Orada sənədlər qəbullarında təhqir eləmə var mı? Yoxdur. Sən indi gəl onu tətbiq elə də. Rusiyada bu böyük bir adətə çevrilib. Orada nə qədər pul yığılır, nə qədər şey olur, ora kriminal bir yuveydi. Səfirliyin o Stalovasındakını demirəm, onlardı həmçinin. Bir də sizin nəzərinizə çatdırım ki, o deyirsiniz, zapros veririk Bakıya, yəni sorğu göndəririk. Bu bazadan nəlüzdə də nəyin sorğusunu göndərir? Bu da nə üçündür? Rüşvətin yəni verilməsi üçün. Tuzca dəllallar bura qoşulurlar. Çerez onlardan həll olmaq üçün. Rəhman müəllim, mən vallahi o səfirlik haqqında çox şey deyərəm. İndi bu verilişin axırında bir bax, gör o biri səfirliklərdə bəyənmədiniz. Gör necə xidmət var. İndi baxın, yoldaşlar.
Salam sabah xeyir olsun dostlar. Bura Özbəkistan konsulluğu Moskvada. Bax görürsünüzmü bir dənə burada növbə yoxdur. Görürsünüzmü? Saat onun yarısıdır, 10'dur başdı. Bax içəridə görürsünüz oturmağa yer. Buradan girirsən içeri, girişdə bir cür oturmaq yeri. Ondan içəridə kafelərin. Çay içmək, bunlar piyalə ilə çay verirlər. Axranada adamla elə davranır ki, mən buradan Azərbaycan səfirinə Rəhman müəllimə müraciət edirəm. Rəhman müəllim, mənim sizinlə heç bir ədavətim yoxdur, heç səfiri ilə də. Amma görürsünüzmü, necə işləyirlər. İçəridə insanla necə davranırlar. Bu, deməli, səfirdən asıldı, konsuldan asıldı. Bax, bu da onların bayraqları birdən elə bilərsən başqa yeri çəkirəm. Budur. Gəlin, içəridə vətəndaşlarla normal davranaq olun. Bu vətəndaşların başqa çıxış yolu yoxdur. Bir səfirlikdir. Sərhədlər bağlı, ora-burada gedə bilmirlər. Bunlarda da səyyar xidmətlər var. Gedirlər, indi soruşdum. Bütün şəhərlərdə sənədlər toplayıb gətirirlər bura. Siz də belə ölün. Nə olar? Вот. Вот məlumat. Вот внутри посольства Узбекистана. Молодцы. Молодцы просто. Вежливый прием. Kirgiziya konsulluğu baxın. Girirsiniz, görürsünüz. İçeride oturmağa. İçerini görürsünüz. İçeride de otururlar. Neçə dənə koşka var, görürsünüz. Bak görürsünüz. Bak oturma yerleri. Bak. Yaxınlaşdırırım, lap baxın. Akoşkanın sayına baxın. 8, 9, 11, 12. Bak bu görürsünüzmü? 11 dənə akoşka var. Kirgiziya konsul. Götürün də bu da bu konsulluqdan nümunə.